Mən öz haqqım olanı geri aldım. İskəndəri öldürmək istəyən bir başqa düşman da var idi. Kim? Zöhrab. Zöhrab hər yerə səs salıb ki, İskəndər tapdığı yerdə öldürəcək. Nə gözəl. Deməli, məndən başqa da İskəndəri öldürmək istəyən var imiş. Sən Zöhrabın yerini bilirsən, ha? Gedi ona bir baş çəkək. Nə tər deyirlər? Düşmənimin düşməni mənim dostum da. Buna bax, bu da Allah deməni. Mən ki, yaxın, buna nətər inandım, hə? Kamalın özü nə bunun qardaşı da nə olsun? Sən bu dəfə mənim əlimə qasanmayasın. O sən tutum. Səni qardaşımın yanına göndərim, sən də bax. Bunlar. İskəndərin yerini ondan öyrənə bilərik. Yox. O İskəndərə oxşamır. Onun İskəndərdən həmişə acıq tutub. Fürsət axtarıb ki, onun yerinə keçsin. Onun gəlməyi yaxşı oldu. Biz onunla nə isə bir iş qura bilərik. Siz necə istəyirsiniz elə də eləyək. Sən onunla əlaqə yarat. Gəlsin bura, görüşək, danışaq. Yaxşı. Niyə? Səbəb? Tək değildi. Yoldaşı var idi yanında. Ona görə yaxınlaşmadım. Yaxşı eləmsən. Daha doğrusu düz hərəkət eləmsən. Bizə yaraşmaz. Düşmənimiz belə olsa, yanında qadın, uşaq olsa, yaxınlaşmaq bizə yaraşmaz. Mən də elə elədim onsuz da. Telefonu söndürmüşəm. Çalan bəlkə də bayaqlarından nə qədər zəng edir mənəm. Belə də dörd divar arasında qalmışam. Başa düşürəm səni. Çətindir. Çox çətindir. Allah heç kimi övladları ilə sınamasın. Amin bacı, amin. Bacı, istəyirsən gedək biraz bizdə qal. Yox ay bacı. Mənim uşaqlarım bu evdə böyüyüb. Burada onların qoxusu var. Heç nə. Biz burada gözləməkdən savay bizim başqa variantımız yoxdur. Səncə gələcək bura? O gələnə kimi biz buradayıq. Bunun əvvəl-axır gəlməlidir bura. Mən dünən onu burada görəndə, o yaman fikirli idi. Onun burada nəsə bir xatirəsi var. Malə gəlir ki, o gələcək bura. Nə gözəl. Gedib baş çəkək ona. Sözüm sözdür deyən oğlan. Pul nə oldu, hə? Başa düşmədim. Bu nə danışırdı? Nə başa düşmədim, hə? Pul nə oldu deyirəm sana? Zamal deyil. Bir dəqiqə dayan görün. Zamalın dostudur. Sən haradasan indi? Özün yaşmır telefonu, dostu açır telefonu. Sən haradasansa yerini de, gəlim danışaq. Sən dostunu harada tutmuşdum, oradayam. Yanındadsa sorur, o deyəcək yeri. Yaxşı elədin. Sən bunu çoxdan eləməliydin.
Sadece öz vaxtımı gözləyirdim. Əgər bir insan bir zirvəyə qalxmaq istəyirsə, səbirli olmalıdır. Doğru vaxtı gözləməlidir. Mən də səbirli oldum, vaxtını gözlədim. Vaxtı çatanda istədiyimə nail oldum. Özü də bir dəfəlik. Neylədin sən, ha? Öldürdün sən Kənanı? Maşına bomba yerləşdirdim. O yanımdakı adamla bir yerdə maşına minəndə uçdular havaya. Yenə düşdük. Zöhrab sizə iş təklif elədi. Nəsə amma işi danışığı mən asmadı. Niyə? Özün fikirləş. Cəzaevindən çıxan bir adam. İskəndərdən qisas almaq istəyən bir adam. Səncə bu adamın beynində nə iş ola bilər? Baxın, orasını heç düşünməmişdim. Onun nəsə planı var. Məndən istifadə eləmək istəyir. Bəs indi siz buna göz yumacaqsınız. Göz yumacam. Görə fikrin nədir? Zöhrab bəy, biz bu İskəndərin kürəkəninə nə qədər güvənə bilərik? Bəlkə İskəndər onu öyrədib göndərib bizim yanımıza? Sənə kim dedi ki, mən ona güvənirəm, inanıram? O İskəndərə nə qədər nifrət eləyirsə, İskəndərin yolunu gedir. Mən bunları onun gözlərində gördüm.
Hələ heç nə deməyək, heç nə eləməyək. Onunla bir-iki dənə iş görək, ondan sonra qərar verərik. Nə eləmək lazımdır? Belə deyirlər ki, əgər dostunu yaxşı tanımaq istəyirsənsə, onunla ya bir iş gör, ya da yola çıx. Ondan sonra biləcəksən o necə insan olduğunu. Salam Kamal. Hara yeyirsən belə? Hələ bir soruşursan hara gedirəm mən? Sənin yediyin təmizləməyə gedirəm. Mən sənə demədim ki, öz başına hərəkət eləmə. Niyə öz başına hərəkət eləyirsən? Kamal, bu da adama sağ olun. Ana sağ ol. Sən biz səni bilirsən onu. İndi güya sənin elədiyi heç kim bilməyəcək. Sən narahat olma, heç kim görmədi. Bütün küçə qaranlıq idi. O boyda şəhərdə bir dənə sən ağılsan da, hə? Sən evisən ki, kameraya düşməmsən, hə? Sən elə fikirləşirsən. Elə kameranı gecə vaxtı işlədirlər də. Sən polisə görə narahat olma. Onsuz da gəlib məni tutacaqlar. Sən rahat ol. Sənin adını kimdir verən? Belə deyəndə düzələcək hər şey, hə? Deyirəm halal olsun da sənə valla. Kamal, sən sakitləş. Əsas odur ki, Kənandan canımız qurtardı. Ha, Kənan getdi. Kənandan da pisi gələcək. Onu da mən sənə deyəcəm, dayan. Kamal, kim gəlir gəlsin də. Onu da həll eləyərik. Deyirəm səndəki bu rahatsızlıq öldürəcək də mənə. Yaxşı da Kamal. Bundan sonra məndən icazəsiz heç bir iş görmürsən. Eşitdin məni? Get hardasa gizlən. Hardasa gizlən, məndən xəbər gözlə. Yaxşı, oldu. Mallar yola çıxdı Zöhrə bəy. Lap yaxşı. İlk işimiz xeyirli olsun. Zəng vurum Cahangirə, şad xəbər verim. Qoy sevinsin. Alo ortaq. Alo ortaq. Deyirəm, ilk işimiz yola çıxdı. Xeyirli olsun. Nə gözəl, nə gözəl. Yəqin ki, yolda problem çıxmaz inşallah. Yox, nə problem. Ən güvəndiyim adamlarla göndərmişəm. Lap yaxşı. Gör nə deyirəm. Bəlkə bunu qeyd eləyək. Nə deyirsən? Olar, niyə də olmasın? Onda mən sənə məkan atacağım. Sən gəl ora. Olar. Yaxşı. Saatını, məkanı mən sənə deyəcəm. Oldu. Nurlan, gözəl bir məkan tap. Gedək onu orada qeyd eləyək. İlk işimizdir.
Yaxşı. Salam Əli. Sağ ol. Necəsən? Şükür. Sən nədirsən? Belə də. Nə olub? Heç nə. Kamal'la biraz sözümüz çəp gəldi. Niyə? Heç. Uzun söhbətdir. Sonra deyərəm. Əli, deyirəm sən də mənə yaxşı ki vaxtında dedin də. Kamal səni Kənanın yanına yerləşdirdiyini. Yoxsa səninlə yaman dalaşacaqdıq. Söhbəti Kamal'la ikimiz bilirdik. Ona görə istəmədik başqa kimsə bilsin. Amma axırda məcbur qaldım dedim. Yaxşı ki dedin. Kamal mənə dedi ki, Kamal'ın yanında olub. Ona Kamal'ı öldürdüyünü inandırım. Camalın yerinə keçdiyini bilməsin. Bundan sonra istəsə də o Kamala heç nə eləyə bilməz. Niyə? Nə olub ki? Kamal borcunu qaytardı. Dünən gecə uçurtdum avıya. Nə danışsan sən? Kənanda yanındakı adamı da. Necə? Maşına bomba qoydum. Kökündən həll elədim söhbəti. Ramin, sən mənim zənglərimə niyə cavab vermirsən? Mən artıq səndən əmir almıram. Hə, deməli sən oldun artıq, hə? Hə, Sən hardasan indi? mən aid olduğum yerdəyəm. Cahangir bəyin yanında. İskəndər bəyin kökəni Cahangirin yanındasan sən? Hə, düz bildin. Satqın səni. Deməli Cahangirin adamıymışsan, hə? Salam aleyküm. Hə, yaxşı. Mən sənə göstərəcəm salam meleykimi. Satqın it. Qalıb sənin bu gözəl sözləri eşitmək istəyərdim. Amma mən sənin kimi boş beşar adam deyiləm. Bir də yığma mənə. Buna bax, mən sənə göstərəcəm. İçimizdəki ilan Satqının biri. Yaxşı. Darıxma sən. Neyinsən? Hardasan? Məhləvizdəyəm. Düş də, düş gedək. Düş, gözləyirəm.
Salam Kamal, necəsən? Salam, salam, Nizat. Belə də, sən necəsən? Yaxşı olasan. Neynədin? İşləri başlada bildin? Nizat, bu pul mənə lazım olmadı. Bunu ala. Ehtiyac qalmadı. Sağ olsun, bir dostum həll elədi söhbət. Yaxşı Nizat, danışarıq sonra, bez işlərim var. Yaxşı. Hər şeyə görə çox sağ ol. Sağ ol Kamal, sağ ol. Ramini öldürüblər. Nə? Mən dedi ki, bir yer var. Gedək ora. Mən apardım. Mən onu maşına apardım. Sonra gözlədim onu. Gördüm gəlmir. Dedim düşün baxım görüm harda qaldı. Maşından düşdüm gördüm ki Ramin yerdə uzanıb. Kimsə onu boğaraq öldürüb. Kim öldürüb bax onu? Tam dəqiq bilmirəm. Amma ağlımda bir ehtimal var. Kim? İskəndərin sağ əli olan Fərhad. O dəfə telefonla danışanda eşitdim. Nəsə sözləri düz gəlmirdi. Yəni dəqiq bilmirəm. Amma bir ehtimal olaraq deyirəm. Sən belə, gör nə deyirəm. Bu məsələ ilə maraqlan. Özündə adam qoy yerinə. Ondan sonra maşına sürsün. Sən mənim yanımda ol, yaxşı? Yaxşı Cahangir bəy. Get maraqlan, get. Get. Mən biraz ortalıqda olmayacam. Sən Kamalın yanında olarsan. Yaxşı? Biraz yanına qədər? Ara biraz sakitləşənə kimi. Düz deyirsən. Kənanın adamları hamısı ayağa qalxacaq. Polislər də bu işin üstünə düşəcək. Kamal adamlarını bir tərəf yola vermək olar. Amma polislər 100% bu işin üstünə düşəcək. Mən də elə onu deyirəm. Ara biraz sakitləşsin. Şübhələr üstündən çəkilsin, gələcəm. Yaxşı, ehtiyatlı ol. İşıq da yanına qalıb. Kompüter de yanına qalıb. Hardasan Kenan? Kenana zəng də çatmır. Hardasan Kenan sən? Kenana zəng çatmır. Birdən başına bir iş gələr Kənanın. Yox, pis düşünməyim. Amma zəng də çatmır Kənana. Cahangir bəy, Ramini kimin öldürdüyünü öyrənə bildin? hələ ki araşdırıram. Olar bir söz soruşum sizdən. Eşidirəm sən. Ramini öldürəni tapsam,
sağ gətirim onu sizə, ya ölü? Neynirəm onun sağ olmağını? Öldür geçsin. Leşini dat bir zibilliyə. Yaxşı Cahangir bəy. Sen bu işe maraqlan. Ben bir iş yemeği var. Gedirəm ora. Yaxşı Cahangir bəy. Salam Kamal. Salam Əli, salam, salam. Maqa gəlmişdi yanıma. Dedi biraz yoxa çıxacam Kənan söhbətinə görə. Deyirəm axır ki onun başı işləyib də. Bu qədər hoqqadan sonra onun yoxa çıxmağı daha məsləhətdir. Mənə də dedi ki, Kamalın yanında ol. Bura bax, hələ o sənə bir ağıl da verib. Hə. Sən ona deyə bilmirdin ki, belə çox ağıllısansa, elədiyin hərəkəti eləyəndə bir fikirləşərdin. Ay Kamal, Maqanı məndən yaxşı sən tanıyırsan da. Nə deyim mən ona? Heç nə deməsən, heç nə demə. O getsin yatsın biraz içəridə, ağlı başına gələr, onu da bilər. Alo. Nə?